أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين والعاقبة للتقوى واليقين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد عليه الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. Aziz, möhtərəm müminlər, müminələr, İslam təqviminin ən əzəmətli, ən böyük, ən şərafətli bayramı münasibəti ilə, Qədir-Xum günü münasibəti ilə, Qədir-Xum gecəsi münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Allaha həmd sənalar olsun ki, bizləri Həzrət Əmir-el-Mümininin vilayətində sabit qərar verib. Allah madamən ömrümüzün sonuna qədər də bizləri bu vilayətdə sabit qədəm qərar versin inşallah. Bu bayramın adı Qədir-Xummudur. Amma bir az istəyirəm ki, danışaq. Əvvəlki illərdə də danışılıb, çoxunuz da bilirsiniz, təkrar ünvanında olsun, amma bəzən də görürsən, yeni namaza gəlmiş insanlarımız bu bayramı eşidərkən soruşurlar ki, bu hansı bayramdır, nə bayramdır? Bu bayramın gərəkdir ki, mahiyyəti barəsində danışılsın və Qədir-Xum bayramı daha çox təbliğ olunmağa ehtiyacı olan bir bayramdır. Çünki ən böyük bayram olmağına baxmayaraq, ən az təbliğ olunmuş bayramımızdır. Böyük alimlərdən birinə bir dəfə sual verdilər, dedilər, niyə Mühərrəmi 10 günləyirsiniz, bu qədər haylı küylü qeyd edirsiniz? 10 gün gəlir, sinə vurmalar, mərsiyə demələr, niyə bu? Səbəb nədir bu qədər hain küy? Həmin alim bir yaxşı sözdür, dedi, biz Qədir-Xummu lazım olan həddə təqdim eləmədik, ona görə Kərbəla hadisəsi baş verdi. İndi lazımdır ki, biz Kərbəlanı olduğu kimi təqdim edək ki, daha böyük bir İslam ümməti faciə ilə üzləşməsin. Ona görə Qədir-Xum çox böyük bir bayramdır. Əziz Peyğəmbərimizdən bir hədis oxuyuram. Həzrət buyurur, Yevmul Qədr əfsəlu ə'yadı ümməti. Əziz Peyğəmbərimiz buyurur ki, Qədir günü ümmətimin bayramlarının ən fəzilətlisidir. Bir nəfər gəlmişdi İmam Sadiq əleyhissalamın yanına. Fərat ibn-i Əhnəf adında bir şəxs. Bir mən sual verdim Həzrətə, Cüaltə Fidak, Həllil musliminə əydun əfzılı minəl fitr vəl-azhə və yevməl-cümə və yevməl-ərəfə. Dedim ki, sənə fəda olaq, ay Peyğəmbərin balası, Ramazan bayramı, Fitr bayramı, Qurban bayramı, Cümə bayramı və Ərəfə bayramından da başqa müsəlmanların bayramı var. Müsəlmanlar üçün bu bayramlardan da başqa bayram var. Həzrət buyurdu, qalən nəəm, əfzəluha və əəzəmuha və əşrəfuha indəllaha mənzilə. İmam Sadiq əleyhissalam buyurdu ki, bəli, o saydığın 4 bayramdan daha şərafətli, daha böyük, daha fəzilətli bir bayram var, o bayramın adı Mənzilət günüdür. Və huvəl yevm əlləzə əkmələllahu bihiddin və anzələ alən-nəbiyyi. Bu elə bir gündür ki, Allah üçün dinimizi kamil elədi və bu günü Peyğəmbərə nazil elədi. Yaxşı, axı bu nə bayramdır, nə hadisə baş verib bugünkü gündə.
Baxın əzizlərim, indi ki bu hədisi oxuyuruq, bəzən görərsən ki səs-səda salar, bəzi insanlar ki bu olmadı da, İslamın 2 dənə böyük bayramı var idi, Qurban bayramı və orucluq bayramı. İndi siz imamdan hədis getirirsiniz ki, yox, bunlardan da daha şərafətli, daha fəzilətli bir bayram var. Mənzilət bayramı, Qədir-Xum bayramıdır. Bunlar necə olur? Bəldə deyək ki, Ramazan bayramı, Fitr bayramı nə üçün bayramıdır? Fitr bayramı buna görə bayramdır ki, insan bir ay nəfsi ilə mübarizə aparıb, orucu tamamlayıb, bir ayın orucun tamamladığına görə o günü bayram edir. O günə deyirlər Fitr bayramı. Qurban bayramı nədir? Qurban bayramı hacılar gediblər, həcclərini yerinə yetiriblər, həcc əməlləri yerinə yetirib bitir, o gün edirlər Qurban bayramı. Bir əməl tamamlanır, orada olur Qurban bayramı. Qədir-Xum bayramı nəyin tamam olmağı ilə əlaqədardır? Həzrət İmam Sadiq əleyhissalam həmin hədisin ardıcı bu ayəni oxudu, Maidə surəsi. Əl-yevm əkməltu ləkum dinəkum. Bu belə bir gündür ki, bugün sizin dininiz tamamlanıb. Dininiz kamilləşir. Orada oruç tamamlanmışdı, o birisində həcc tamamlanmışdı. Bu elə bir gündür ki, bugün din tamamlanır. Dinin bir ayini yox, bir əhkamı yox. Dinin kullisi, hamısı tamamlanan bir gündür. Ona görə bugün çox böyük bir bayramdır. Qoy bu günün bir neçə dənə əməlləri var, yəni sabahki günü, bu gecə daxil oldu, sabah Qədir-Xum bayramıdır da. Qoy bir neçə dənə əməllərin deyək, sonra günün öz mahiyyəti barəsində danışarıq. Qədir-Xum günü çox tövsiyə ediblər ki, oruç tutmaq. Çox tövsiyə olunub oruç tutmaq. İl ərzində müstəhəb orucların içərisində bugünkü günün orucu qədər savab təyin olunan ikinci bir oruc yoxdur. Heç bir gün yoxdur müstəhəb orucların içində ki, bu qədər ona savab Allah təyin edir. Əli ibn Hüseyn Əbdi İmam Sadiq əleyhissalamdan nəql edir. Siyam-ı yevm-i Qədir-Xum ya'dul siyam-ı umrud dunya və ləv aşə insan thumma sama ma əmərət dunya və kana ləhu savab-ı zalik. Bir sabahki gün, Qədir-Xum günü oruç tutmaq, insanın bir gündə tutduğu oruc bərabərdir dünyanın ömrünə. Əgər bir insan dünyanın ömrü qədər ömr eləsə, yəni səni yaradıblar, Həzrət Adəm əleyhissalam yarananda səni də yaradıblar, ta qiyamətə qədər də ömür veriblər sənə, yaşamısan. Bu qədər bir ömrü əvvəl günündən axırıncı gününə qədər oruç tutsun, İmam Sadiq əleyhissalam buyurur ki, sabahki gün Qədir-Xum günü tutulan oruc ondan əfsəldir. وَالصِّيَامُهُ يَعْدُلُ عِنْدَ اللّٰهِ عَزَّ وَجَلَّ فِي كُلِّ عَامٍ مِئَةَ حَجَّةٍ وَمِئَةَ عُمْرَةٍ مَبْرُورَاتٍ مُتَقَبِّلَاتٍ. Bir dünya ömrü qədər yaşayan insanın tutduğu orucun savabı nə qədərdir? Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, bunun savabı 100 qəbul olunmuş həcc və 100 qəbul olunmuş ümrənin savabına bərabər. Məsələn, bir nəfər ömründə bir dəfə həccə gedir, elə qəbul olduğu da yəqindir da insan əməlləri gəlir. Nə qədər xalis ola ki, qəbul olunma əməllər. Hələ yəqini yoxdur. Deyir, 100 dənə bu cür qəbul olunmuş həccin və 100 dənə qəbul olunmuş ümrənin savabını Allah verər. Sabahki gün oruçdan şəxsə. İndi kimin qəza orucu varsa və qəza orucu niyyəti ilə tutsun, qəza orucu olmayanlar da elə Qədir-Xum niyyəti ilə oruç tutsunlar. Ardınca Həzrət qoydu, Aydullahul Əkbər. Bu, böyük Allah bayramıdır. Çox əzəmətli bir bayramdır.
Ardınca Həzrət buyurdu, heç bir peyğəmbər məbus olmayıb ta o vaxta qədər ki, bu günü özünə bayram bilməyə, bu günü özünə ibadət günü bilməyə. Bu günün asimanda adı əhd günüdür, yerdə adı misaq günüdür. Göydə bu günə əhd günü deyirlər. Ne üçün deyirlər əhd günü? İnşallah danışarıq barəsi. Sabahki günün orucu. Və sabahki gün üçün dənə namaz var. O namazın savabı nədir? Həzrət İmam Sadiq əleyhissalam buyurdu. Mən səllə fihi rəkətin yəxtəsilə ində zavali şəms min qəbl ən təzalu miqdaru nisfi sa'a. Hər kim sabahki gün günəş qüruba tərəf əyləndən sonra ki, bir miqdar qalıb günəşin qürub eləməyinə, yəni əsrdən sonra, belə deyək ki. İnsan qusl eləyə, niyyəti budur ki, Qədirxum gününün quslunu deyilən. Bu niyyətlə bir qusl eləyə, ondan sonra 2 rükət namaz qılar. Yəsəlullah Azze və Cəl yəqra'u fi kulli rəkətin surətil həmd mərrə və 10 mərrə qul huvəllahu əhəd və 10 mərrə ayətən kürsi və 10 mərrə inna ənzəllah. 2 rükət namazdır, hər rükətdə bir həmd oxuyacaq, 10 dənə qul huvəllah, 10 dənə ayətən kürsi, 10 dənə inna ənzəllah surəsini hər rükətdə oxuyacaq. Adələt indəllah Azze və Cəl 100 alfə həcc və 100 alfə umrə. Bu namazın savabı Allahın yanında bərabərdir 100.000 həccə və 100.000 ümrə savabına. Və ma sə'ələllah Azze və Cəl hacətən fi həvaicid dünya və həvaicid axirə. Və namaz bitəndən sonra Allahdan hər nə hacəti olsa, istər dünyada hacətlər, istəyir uxravi, axirət barəsində olan duaları Allah istisnasız dualarını da qəbul edir, hacətlərini də verir. Bu da sabahın namazıdır. Və sabah üçün çox təkid olunub. Hətta bu namaz və orucun barəsində tövsiyə ediblər. Deyirlər, birdən kim sabahı əldən versə, bu işi görə bilməsə, adətən müstəhəb əməllərin qəzası olmur. Deyiblər, sabahki günün orucunun və bu namazın qəzası da var. Birdən əlindən çıxsa, yenməsə, sonradan qəzasını eləsin. Və sabah çox tövsiyə olunub sədəqə vermək, ehtiyaclara əl tutmaq. Həzrət İmam Sadiq buyurur, Mən fattara fihi mu'minən kanı kəmən fəamən fi'amən və fi'amən və fi'amən. Sabah oruç tutan müminə iftar vermək. Sabah. Oruç tuta bilməyənlər, oruç tutanlara sabah iftar versin. Deyir İmam Sadiq əleyhissalam ki, kim ki sabah oruç tutanlara iftar versə, sanki bir qrupa, bir dəstəyə iftar verib 10 dəfə saydı İmam Sadiq əleyhissalam. Bir dəstə, 10 dəfə saydı bunu Həzrət. Fələm yəzəl yəuddu ilə ən əqədə biyədihi əşrətə thumməqə və tədri kəmil fi'ə. Sonra İmam Sadiq əleyhissalam soruşdu ki, bu 10 dəfə ki, dedim ha, dəstə, bir dəstə. Bilirsiniz, bir dəstədə nə qədər adam var? Qultullah Qalə mi'ətə əlfin kulli fi'ən. Dedilər ki, yox, biz bilmirik də. İmam Sadiq əleyhissalam buyurdu ki, hər dəstə, 10 dənə 2 dəstədirəm, hər dəstədə 100.000 adam var. Sanki sabah bir dənə oruçlama iftar vermirsən, sanki 10 dənə dəstəyə iftar vermirsən, hərəsində 100.000 adam var. Və kânə ləhu savaba mən atəmə bi ədədihə minən nəbiyyinə və sıddiqinə və şəhədə fi haramillah Azze və Cəl. Və bu 100.000 insan, 10 dəfə 100.000. Bu 100.000 insan peyğəmbərlərdir, siddiqlərdir və şəhidlərdir. Bunlara iftar vermirsən Kəbədə, Allah evində. Sabah bir dənə iftar verməyin savabıdır. Gör Allah nə qədər dəyər verir. İmam Sadiq əleyhissalam buyurur, Əd-dirhamu fihi bi-əlfi dirham. İmam Sadiq əleyhissalam buyurur, sabah 1 dirhəm, 1 manat sədəqə vermək, sabah
manat sədəqə vermək 1000 dəfə 1000 dirhəm sədəqə verməyə bərabərdir. Yəni 1 milyon dəfə artıq hesablanır. Sabah 1 manat sədəqə verdin, sanki 1 milyon manat sədəqə vermirsən Allah yolunda. Allah bu qədər savablar bugünkü günə təyin edib. Bugün, sabahki günün əməllərindən də biri budur ki, insanlar səliqəli giyinsinlər, bəzənsinlər, ətir vursunlar, bir-birini təbrik eləsinlər, bayram ab-ı havası yaşasınlar və bir-birini görərkən bu cümləni, bu sözü desinlər. Elhamdülillahiləzi cəalənə minəl mütəməssikinə bi vilayət əmiril mümin. Allaha həmd sənalar olsun ki, bizləri Əmir-el Mümininin vilayətində qərar verir. Bunu görəndə bir-birinizə deyin, bu bir neymət Allah bəxş edir. Buna görə Allaha təşəkkür edin ki, Allah, mən özüm yalan nə deyim ki, getdim, axtardım, araşdırdım, vilayəti tapdım. Allah sənə şükürlər olsun ki, atamızın, anamızın vasitəsilə, yaşadığımız cəmiyyətin vasitəsilə Əmir-el Mümininin vilayətin az da olsa bizə tanıtdırmısan. Ən azı bu yolu, bu xətti görmüşük, tanımışıq. İndi ora layiq ola bilməsəydi. Yaxşı, bu nə gündür? Burada nə baş verib ki, Allah bu qədər savab əta edir, bu qədər bəxşişlər verir Allah belə bir gündə? Bu günün çox əlamətlər bir hadisəsi olub. Əziz Peyğəmbərimiz hicrətin 10-cu ilində bütün əhkamları insanlara çatdırıb. Peyğəmbər deyib ki, namaz qılın, namazı qılıb göstərib necə qılmaq lazımdır. Oruç tutun, orucu tutub göstərib necə oruç tutmaq lazımdır. Zəkat verin, zəkatı verib özü göstərib zəkat necə verirlər. Cihada gedin, özü də gedib cihada. Bütün əməlləri, dəst namazı, təyəmmümü, hər nə var İslamda ki, gəlib Peyğəmbər bunu insanlara əyani şəkildə göstərib və izah edir. Allah'tan nida gəlir, ya Resulum, ömrünün sonuna yetişirsən sən. Bir dənə əməl qalır İslamın hökmlərindən, o da həccidir. Elə gedib həcc qılmamısan sən, müsəlmanlar bilmir həcc necə qılınmalıdır. Hay sal, xəbər sal, dünyanın hər yerindən müsəlmanlar cəm olsun. Ged onlarla birlikdə həcci yerinə yetir, qoy oradakilər bilsin ki, həcc necə olunmalıdır. Peyğəmbər xəbər göndərir. Zilqədə ayında səfərə çıxdılar Peyğəmbərlə bir yerdə. Dünya, yəni o İslam coğrafiyasının hər tərəfində. Misirdən, Yəməndən, Şamdan, İraqdan bütün insanlar, müsəlmanlar axışdı, gəldi həccə, Peyğəmbərlə birlikdə həcci yerinə yetirdilər. Peyğəmbər göstərdi bunlara təvaf necə olmalıdır, səyi necə olmalıdır, təqsir necə olmalıdır, vüquf necə olmalıdır, qurban necə kesilməlidir, hamısını göstərdi Peyğəmbər. Özü elədi, bunları da göstərdi. Həcc tamamlandı, Peyğəmbər dedi, hazırlaşın çıxaraq. Gəldilər, ya Resulallah, biz neçə ildir, Məkkə həccətindəyik. Çoxsu mühacirlər idi də, getmişdilər Məkkədən Mədinəyə. Biraz qala Məkkədə, Allah Resulü buyurdu ki, xeyr. Allah evini adiləşdirmiyor, Allah evi çox qalarsınız, gözünüzdə adiləşir. Ziyarət elədiniz, dadı damağınızda qalsın, çıxın ki, gələn ildə gələsiniz, həsrəti ilə yaşayasınız. Çıxdılar, gəldilər, bir dənə yer var, Xummıdır adı. Zöfə ilə Mədinə arasında bir yerdir, adı Xummıdır. Orada bir qədir var. Qədir bir saladır, bir quyudur ki, yağış suları oraya yığılar, ehtiyat su olar orada. Adətən səfərə gedənlər, karvanlar yolunu oradan salırdı, Xum çölündən salırdı ki, o qədirdə orada dayansınlar, biraz su ehtiyatı götürsünlər, su içsinlər, heyvanlarını sulasınlar, yola davam edesinlər. Qədir Xum adlı məkana çatanda Peyğəmbər dedi, dayan. Peyğəmbər dedi, dayan. Öndəkilər çapar göndərdi. İndi bunlar çıxıb, hamısı bir ayaqla getmir ki. Neçə gündür ki, yol çıxıblar, hamının ayağı bir dördə sürətli gedən var, yavaş gedən var, ərbəyin gedənlər görüblər də. Bugün çıxırsan, 2 gün
Yoldan sonra görürsən ki, adam var gedib dayı satır, adam var elə 150-ci, məsələn, əmuddadır, gəlib satır. Hər an bir ayağı var da. Peyğəmbər Əkrəm atdı göndərdi ki, o qabaqdakilərə deyin, dayansınlar, qayıtsınlar, gəlsinlər var. Arkadakilərə xəbər göndərin və sürətlənsinlər. Gəldilər, Zilhiccə ayının 18-i. Peyğəmbər Əkrəm zöhr namazını qıldı. Atların yəhərlərindən rəvayətdə var ya, dəvələrin yəhərlərindən biri hündür bir yer düzəltdilər ki, Peyğəmbər Əkrəm çıxı orada xütbə oxuyur. Peyğəmbər Əkrəm çıxdı orada insanlardan bəzi vəhdlər, bəzi sözlər aldı. Ardınca Peyğəmbərimiz xəbər aldı oradakilərdən. Dedi, sizin özünüzdən üstün Mövla vilayəti üzərinizdə olan, haqqı, hüquqları üzərinizdə olan şəxs kimdir? Mövla o adama deyərlər ki, məsələn, uşağın mövlası, vəlisi atasıdır. Bütün ixtiyaratı onun üzərindədir, onun əlindədir. Xanımın mövlası əridir. Bütün ixtiyariyyatı ərinin əlindədir. Peyğəmbər soruşur ki, sizin özünüzdən sizə ixtiyarı çox olan kimdir? Dedilər, təbii ki, Allah və onun Rəsulü. Sənin haqqın bizim üzərimizdə, ixtiyaratın bizim üzərimizdə, vilayətin bizim üzərimizdə, bizim özümüzdən özümüzə çoxdur. Əziz Peyğəmbərimiz bu sözləri onlardan alandan sonra dedi, mən kuntu mövla fəaliyyum Allah. O zaman ki, deyirsiniz ki, mən sizin mövlavızam, pəs məndən sonra da sizin üzərinizdə mövla əlin qaldırdı, orada insanların qabağında göstərdi, dedi, Əli ibn Əbi Talib. Bu sözü nə vaxt dedi, Peyğəmbərə bu tapşırıq bir neçə dəfə gəlmişdi, rəvayətlərdə var. Ərafatda olanda Cəbrail gəlmişdi. Başqa bir neçə məntəqədə gəlmiş Cəbrail ki, çatdır, decinə. Peyğəmbər həya edirdi, ismət edirdi və hədislərdə də var ki, onları biz oxumayaq. Peyğəmbər deyirdi, mən ehtiyat edirəm ki, bunlar qaydarlar cahiliyyət dönəmdə. Peyğəmbər tanıyırdı. Baxma ki, o günləri 122.000 müsəlman ora cəm olmuşdu. Peyğəmbər bunlarla neçə müharibələr keçmişdi, neçə sınaqlardan keçilmişdi Peyğəmbər bunlar. Peyğəmbər Ühüd görmüş Peyğəmbər idi. Bilirdi ki, bunların sayı önəmlidir. Biraz çətinə düşəndə elə Peyğəmbərin yanında 3 nəfər, 5 nəfər qaldı. Deyirdi, mən çox da inanmıram ha, bunlara bu sözü çatdırım. Amma daha gəldi, təkid oldu. Maidə surəsinin bir ayəsi nazil oldu. Ya eyyuhər rəsul, bəlliq ma unzilə iləykə min rabbik və illəm təfəl fəma bəlləqdə risalətəhu vəllahu yəqsumikə minən nas. Peyğəmbər, çatdır o şey ki, sənə tapşırılır. Artıq əmr gəldi Peyğəmbərə. Daha təklif deyildi. Bu dəfə əmr idi. Çatdır Peyğəmbər, o şey ki, sənə tapşırılır. Birdən çatdırmasın, sanki elə bir heç Peyğəmbərlik eləməlisən. O 23 illik zəhmətin hamısı qalar bir qıraqda, bu işi görməsin. Bunu tamamlamasın, o 23-ünün bağlıdır buna. Ardınca Allah deyir, Vallahi yəqsumikə minən nas. Peyğəmbər, narahat olma, Allah səni insanlardan qoruyacaq. Onun üçün də narahat olma ki, nə? Demək ki, çox mühüm bir məsələni deyir Peyğəmbər. Nə deyir? Mən kuntum mövla fəaliyyum. Mən kimin ağasıyam, səliyyə onun ağası. Bu 122.000 hacının, müsəlmanın, səhabənin iştirakı ilə baş vermiş bir hadisədir.
Və bu İslam tarixində geniş yazılmış bir hadisədir. Allah rəhmət eləsin mərhum Əllamə Əmini Əl-Qədirdə əhl-i sünnə mənbələrindən gətirib qaynaqlar göstərir ki, bu məşhur, mütəvatir bir hədisdir. Bunu heç kim dana bilməz. Bəli, bəzi hallarda görürsən ki, bəzi şey dana bilməyəndə insanlar başqa üsluba əl atırlar. Başqa üsluba əl atırlar insanlar. Görürsən ki, bir nəfər yaxşı adamdır. O yaxşı adamın yaxşılığını inkar eləmək olmur da. Bütün cəmiyyət görür ki, bu yaxşı adamdır. Neynəyək? Ona bir yamaq vuraq. Ona bir böhtan vuraq. Ona bir damğa vuraq. Ta insanların gözündən salaq. Əl-Qədir-Xum hadisəsini gəlib heç kim inkar eləyə bilmir. Bəs inkar eləyə bilməyəndə neynirlər? İstəyirlər buna bir növ don geyindirsinlər. Don da bundan ibarətdir. Deyirlər ki, düzdür, olub. İnkar eləmirik Qədir-Xum hadisəsini. Qədir-Xum hadisəsi olub. Ancaq necə olub? Gəlir bu. Bu ancaqlar soru körmüşdür. Deyirlər ki, Peyğəmbər Əkrəm Yəmənə neçə sahabə göndərmişdi. Həzrət Əli də onların üstündə başçı təyin eləmişdi. Getdilər, oradan qənimət götürüb gəlmişdilər. İndi qənimət bölgüsüdür. Həzrət Əli əleyhissalam da qənimət götürür oradan özü üçün. Səhabələrdən bəzi dedi ki, ya sən döyüşməmsən, sənə qənimət düşmür. Bəs ortada bir anlaşılmamazlıq oldu. Əli əleyhissalamdan biraz incidilər. Peyğəmbər də gəldi bu inciliyi aradan aparmaq üçün. Dedi ki, Mövla kəlməsi ərəb dilində çox mənalı sözlərdəndir. Bir mənası da budur, dost. Peyğəmbər dedi ki, ay cəmaat, inciliyi qoyun qırağa, mən kimin dostuyam, bu Əli də onun dostudur, söhbəti bağlayaq məsələdir. Bu tərəf. Belə əvvəllər deyilirdi bu söz, bu yüngülüydü. İndi gəlib bəziləri həyasızlıqlarını artırıb, bu məsələni bir az da iyrənc şəkildə cəmiyyətə təqdim edirlər və mümkündür asılsa çıxsın. Bəzi özünü elm əhli bilənlər ki, bir ömür işləri Peyğəmbərlə mübarizə olub, əcdadlarının da özünün də, vilayətlə, əmir-ül-mümininlə bunların davası olub. Gəlib deyirlər ki, oradan Yəməndən gələndə, orada, baxın, nə qədər iyrənc və həyasız bir iftira atırlar İslama, dinə, məsumlara. Həzrət Əli oradan özünə bir dənə cariyə götürdü. Qəniməti elədi cariyə ki, bunu eşidən adi cəmaat avamından da zehnində Əli əleyhissalama qarşı bir mənfi obraz yaransın. Əli əleyhissalam cariyə götürüldü. Orada sahabələr dedilər ki, olmaz. Sən döyüşdə iştirak eləməmişsən. Bunların arasında mübahisə düşdü. Bunlar gəldilər, çatdılar Qədir-Xuma. Qədir-Xumda Peyğəmbər bu sözü deyir. Əvvəl budur ki, Həzrət Əli əleyhissalam Peyğəmbərlə gəlib Qədir-Xumda görüşmür. Həzrət Əli əleyhissalam gəlib çatıb, bütün həcc əməllərini birlikdə Peyğəmbərlə yerinə getirib, ondan qayıdıb Qədir-Xuma. Belə bir məsələ var idi, öncədən Peyğəmbər bu məsələni həll edirdi. 2. Bunlar yüngül məsələlərdir. Ağır tərəfləri. Deyir ki, Peyğəmbərdə Həzrət Əli əleyhissalamı bildi ya, yaxşı iş görməyib. Dahi belin yerə vurmadı. Ona görə dedi ki, mən kuntumullah fəal. Haza əliyyumullah. Fəaliyyumullah. Və mən kimin dostuyam, Əli də onun dostudur, məsələni bağlayaq geçsin. Burada Həzrət Əli əleyhissalamı böhtan deyirlər. Hələ həyasızcasına bir də Peyğəmbərə böhtan deyirlər. Mömin məzhəbindən, düşüncəsindən asılı olmayaraq vicdanlı olsa, ayıq olsa, həmin adama qalxar, deyər ki, Allah sənə lənət eləsin, mənim Peyğəmbərimə şər böhtan deyirsən. Peyğəmbəri biz o cür kişi tanıyırıq ki, öz yeznəsini bizim dinləncik, örtbastır eləmək üçün haqqın əleyhinə geçsin.
Siz qəbul edirsiniz. O Peyğəmbər ki, bizə tapşırıq verib ki, qardaşın da haqsızlıq eləsə, haqsızlığını gərək edəsən ona. Qardaşın da zülm eləsə, gərək onun cavabını verəsən. Həmin Peyğəmbər gəldi 122 min müsəlmanın qabağında öz əmsi oğlunu, öz kürəkənini müdafiə eləmək üçün Peyğəmbər də imandan çıxdı. Əznəzullah, estağfurullah. Bu İslam'a atılan böhtandır. Bu dinə atılan böhtandır. Bu tək Həzrət Əli Əleyhisselama atılan böhtan şərt deyil ki. Bunların içində o qədər nifrət var Həzrət Əli Əleyhisselama qarşı. Onun barəsində gəlmiş bütün gözəl vəsfləri ört-bastır eləmək üçün Qurana da böhtan deyərlər, Peyğəmbərə də böhtan deyərlər, həyasızcasına Allaha da böhtan deyərlər. Məyər mən kuntu mövla fəhaza əliyyum mövla kəlməsinin Peyğəmbər birinci səfər idi orada deyirdi ki, sən bağlayırsan bunu qənimətə. Peyğəmbər bu sözü İslamın ilk illərində tapşırıq verəndə ki, zəm eləyin insanları, mən 3 ildən sonra aşkar təbliğə başlayacağım, elə birinci kəlməsini orada demişdi Peyğəmbər. Kim bu işi görsə, o məndən sonra bəsindir. İslamın 3-cü ili. Ondan sonra Peyğəmbər gəldi, bu sözü Xeybərdə dedi. Bu da bütün İslam tarixlərində, mənbələrində keçir ki, Peyğəmbər dedi, mən bu günləri bayrağı bir şəxsə verəcəm ki, Allah ondan razıdır, o da Allahdan razıdır. Allah və Rəsulü ondan razıdır. Və məndən sonra o, müsəlmanların üzərində vəsidir, vəlidir. Neçə dəfə Peyğəmbər bu sözü demişdi? Yəni, Peyğəmbər neçə dəfə deməli idi ki, sən bunu qəbul edir. Və bir də bu Peyğəmbərə atılan ittihamdır ki, ağır həcc səfərindən qaydan insanlar, yorğun, arğın, indi həcdən gələnləri, həcdə olanlarla danışırsınızsa bilirsiniz də. Bir yandan istəyir, bir yandan əməllərin çoxluğu, bir yandan əməllərin vacibliyi, məsuliyyəti insanı yorur həcdə. Özdə hələ ki, indi təyyarı dövrüdür də, o vaxt bunlar atla, araba ilə bu yolu gediblər, yorulublar. Konsener olmayıb o vaxt, otel olmayıb o vaxt, heç palatka da qura bilməyiblər. Yalandan bir cür çadır qurublar, qurmayıblar, olanı, olmayanı heç çadır da qura bilməyiblər. Günün altında yatıb durublar bunlar. Özdə Zilqədə ayında gediblər həccə, indi Zilhiccənin 18-lik ayı. Bir aydan da çoxdur. Bunlar arğın, yorğun deyil. Bəzi insanlar gediblər, nümunəni genə deyirəm, daha Ərbəyin ziyarətində olanlar. Məsələn, yarğız gedmişsiniz 400-cü dirəkdəsiniz, yarğız 200-cü dirəkdəsiniz, mən 300-dəyəm. Deyirəm, ay cəmaatı toplayın bura. Hay sağlam, qabaqdakiləri dala çağıram, daldakiləri qabağa çağıram. Deyirəm ki, ay cəmaat, mən kimin dostuyam? Elnur da mənim dostumdur. Sən Allah neyiniyərsın? Yəni, o 100 dolba dala qaydan var, haqqı var orada məni döyən. O 100 dolbanı da tələsə gələnin haqqı var məni döyən. Ki, sən bizə ələ salmısan, biz arğın, yorğun, ziyarət yolunda yapsan, çağırmısan ki, mən kimin dostuyam, filan kəsin dostudur. Dostundur ki, dostluq verədir, bizim məsələmiz deyil ki. Bu, İslam'a atılan bir böhtandır. Bunu nə ağıllı insan qəbul edir, nə şuurlu insan qəbul edir, nə də içində təəssüb keçdiyi olmayan heç qeyri-müsəlmana da bu söz qəbul edəməyəcək. Böyle bir söz ola bilməz. Burada Mövla bu idi. Allah Rəsulü bir zəhmət çəkib, iş görüb, din gətirib. Bu din gərək qorunsun. Bu dinin qorunması üçün mütləq imama ehtiyac var. Həzrət Peyğəmbər Əkrəmin özündən də hədis. Ya Ali, əntə əslud din. Ya Ali, sən dinin əslisin. Və mənarul iman. Və sən imanın əlamətisin. Və qayətül huda. Və hidayətin sonu sənsən. Ya Əli, mən insanlara hidayətin yolunu göstərəcəyəm. Sən əllərindən tutub, aparıb onları mənzil başına çatdıracaqsan. Mən bu dini gətirdim, mən bu dini insanlara çatdırdım, göstərdim, izah elədim, başa saldım. Bundan sonra mənim ömrüm tamama yetir.
Mən bu insanları başsız qoya bilmərəm. Bir müdir məzuniyyətə gedir, 40 dənə 50 dənə işçisi var, bir balaca obyekti var. Yerinə nümayəndə müavin təyin eləmir. Eləməsə gələr görər ki, oba köçüb yurdu qalır. Mümkündür ki. Ata evdən bir yerə gedəndə, indi əgər böyük oğlu varsa, deyir, oğlum, sənə tapşıram, ha, evi gedirəm. Bir də uşaqlar balacaqsa, yoldaşına düşür, evin rəisi sənsən, ha, sənə tapşırdım, gedirəm. Olmaz ki, bu cür evi, ailəni görərsən, ya idarəni, ya bir ölkəni başsız qoyub gedərsən. Mütləq yerində bir nəfə təyin edəsən. İndi necə olur? Peyğəmbər Əkrəm gəldi, yatmağın qaydalarını dedi, uzanmağın qaydalarını dedi, su içməyin qaydalarını dedi, hamama getməyin qaydalarını dedi, gəldi İslamın ümmətini bıraxdı başlı başına, dedi, gedin, qırın bir-birinizi. Bu cür Peyğəmbər olar. Haşa biz bu cür Peyğəmbər tanırıq. Peyğəmbər Əkrəm 23 il zəhmət çəkdi İslamı yetişdirmək üçün, 50 il zəhmət çəkdi özündən sonraki imamı yetişdirmək üçün. Körpəliyindən götürdü, aldı Əbu Talibdən, körpəliyindən. Özü bəstədi. Yeməyin də özü verdi, suyunun da özü verdi. Dedi, mən bunun gərək həm halal haramına diqqət edeyim, həm ədəb-ərkanına diqqət edeyim, həm necə gəzəcək, necə duracaq, necə oturacaq. Bunu gərək mən yetişdirim ki, ümmətə mən imam yetişdirirəm. Belə bir missiyadır. Peyğəmbərin 23 illik missiyasından daha mühüm missiya onun özündən sonraki rəhbəri hazırlaması idi. Və hazırladı da. Və əgər İslam ümməti o gün ki vədə vermişdilər, o vədəni tutsaydılar, bugün İslam ümməti təfriqələrə getməzdir. İslam ümməti bir arada olar. Elə ki Peyğəmbər Əkrəm bunu elan etdi, ardınca bir dua elədi. Allahümə vala mən vala, və adə mən adə. Allah kim əli ilə dost olsa, sən də ondan dost ol. Kim əli ilə düşmən olsa, sən də ondan düşmən ol. Bilmirəm, əgər mövzu Peyğəmbərlə Əli əleyhissalamın dostluğu idisə, sonra Peyğəmbər bu cür niyə nifrin edirdi, bəddua edirdi? Dedi də, Əli mənim dostumdur. Niyə deyir ki, Allah kim onunla dost olsa, sən də dost ol. Kim ondan düşmən olsa, sən də düşmən ol. Və ahibbə mən ahibbə, və abğaz mən abğaza. Allah hər kim Əlini sevsə, sən də onu sev. Hər kim ona düşmənçilik eləsə, sən də ona düşmənçilik elə. Vansur mən nəsrə, hər kim ona kömək eləsə, sən də ona kömək elə. Vəqsul mən xəzələ, hər kim ona mani olmağa çalışsa, sən də mani ol. Və adrəl haqqı mə'hu haysüddar və Qiyamətin gününə qədər haqla birlikdə olacaq. Həmişə haqla birlikdə olacaq. Haqq ondan ayrılmayacaq. Haqq mə'l əli, əli mə'l haqq. Harada haqq görsünüz, bilin əli oradadır. Harada əlini görsünüz, bilin haqq oradadır. Çaşbaş olmuyor. Və İslam ümməti bu sözləri unutdu, sonradan çaşbaş oldu. Gəldi, qaldı, gördü bir tərəfdə Siffeyndə Həzrət Əli əleyhissalam, bir tərəfdə Muaviyə, nisətə qılınclar çaşdı insanlar. Əgər Peyğəmbərin vəsiyyətlərini, tapşırıqlarını İslam ümməti yerinə yetirsəydi, orada ağıl işlətməyə ehtiyac qalmayacaqdı ki, mən haqqı araşdırım, görüm hansısa tərəfdə haqq var. Peyğəmbər deməyib ki, harada Əlidir, haqq oradadır. Bax, bir tərəfdə Əlidir, haqq oradadır da. Niyə axtarış yaparsan? Nə çətin niyə salmırsan gözü? Ardınca ayə nazil oldu. Əl-yevm əkmaltu ləkum dinakum və atmamtu aleykum ni'meti. Bu günləri sizin dininiz kamil oldu. İmam olmayana qədər, vilayət olmayana qədər din kamil deyildi. Din hər zaman yıxılma təhlükəsində idi. Bu günləri imamətlə din kamil oldu. Və nimətlər sizi üçün tamam oldu. Və razıytu ləkumul İslam dinə. Və bu gün Allah İslam dininiz üçün razı oldu. Artıq din möhkəmləndi və düşmənlər məyus oldu. Vilayətin olmağı ilə düşmənlər məyus oldu. Orada insanlar qalxdılar, təbrik edirlər. Bəxin ya Əli, məhşur səhabələr
bu sözü dedilər. Yaxşı, o zaman əgər orada bir təyinat yox idisə, neyin təbriki var idi? Nəyi təbrik edirdilər? Peyğəmbərlə Həzrət Əli əleyhissalamın dostluğunu zaten bilirdilər də, bunlar dost. Bir ömür dostluqları bir yerdə olublar. Dost olublar, qohum olublar, yeznə qaynatı olublar, əmi oğlu olublar. Bunu hamı bilirdi də. İndi deyirlər, bəxin ya Əli. Bugündən sən müminlərin və müminələrin mövlasısan. Bunu təbrik edilər. Və Peyğəmbər Əkrəm niyə Qədir-Xumu 3 gün bayram edirlər? Peyğəmbər 3 gün saxladı insanları. Sözümü yekunlaşdırmaq tamamdır. 3 gün Peyğəmbər saxladı insanları orada. Yox, eşitməklə iş olmaz. Elə eşitdüz qutardı, olmaz. Gərək tək və tək gələ söz beyət eləyəsəliylər qalır. Bir çadır quruldu, Həzrət Əli əleyhissalama oturtdular. Bir müsəlman kişilər gəldi, əl verdi Həzrət Əli əleyhissalama, dedilər, biz sənə beyət edirik, Peyğəmbərdən sonra bizim imamımızsan sən. Bir minlərlə müsəlman kişilər. Və indi xanımlar var. Peyğəmbər buyurdu ki, sözlə olur. Bir teşt qoydular, su teşti qoydular, su doldurdular içinə. Həzrət Əli əleyhissalam əlini saldı o suya, çıxartdı. O teşt orada. İndi qadınlar bir-bir gəlib o suya əlini salmaqla, onlar da beyətlərini təsdiq edədilər. Bütün 122 min hacı, 122 min müsəlman hamısı tək-tək Peyğəmbəri gözlədi, bunlardan beyət alsın. Peyğəmbər bilirdi ki, 3 gün saxladı o istidə müsəlmanlar. İndi sizə sual verirəm mən. İnsaflı insanlara, vicdanlı insanlara sual verirəm. Burada söhbət dostluqdan gedə bilərdi. Burada mühüm bir məsələdən, İslamın müqəddəratından söhbət gedir. İslamın taleyindən söhbət gedirdi. İslamın rəhbərliyindən, İslamın imamətindən söhbət gedirdi ki, bugünkü gündə Allah Peyğəmbərinə əmr elədi ki, müsəlmanlara çatdır və Peyğəmbər də buyurdu, burada eşidənlər və burada olmayanlar ki, sonradan bu şeyi eşidəcəklər, Əli ibn Əbi Talibin gərək vilayətini qəbul eləsinlər. Ona görədir bu günə bu qədər savablar verilir. Bax, belə bir gündür ki, din kamil olur. Mən bir hədis oxuyuram, İbn Abbasdan sözüm tamamdır. İbn Abbas deyir ki, bir gün Peyğəmbərlə küçədə gəlirdik. Birdən gördük ki, Əli əleyhissalam da bizlə üzbəüz çıxdı. Əli əleyhissalam salam verdi Peyğəmbərə. Esselamu aleyke ya Resulallah. Esselamu aleyke ya Nebiyyallah. Salam verdi. Peyğəmbər də cavabında dedi, Əleykəssalam ya əmirəl müminin. Salam olsun sənə ay müminlərin əmiri. Ya əmirəl müminin. İbn Abbas deyir ki, mən ilk dəfədir bu söz eşidirdim. Heç vaxt eşitməmişdim. Peyğəmbər kiməsə əmirəl müminin deməmişdi. Təəccüblə soruşdum, ya Resulallah, Əliyə olan məhəbbətindən bu cür ona xitab elədim. Dedi ki, İbn Abbas, yox. Elə ki, məni meyraca apardılar. Mən meyraca, Cəbrail bir həddən sonra ki gəlmədi, mən meyraca qalxarkən bir səs eşidirdim, səs Əlinin səsi. Dedim, İlah və Rəbbi, bu Əlinin səsidir. Dedi, ya Həbib, səninlə danışam mən. Mən baxdım sənin qəlbinin dərinliklərinə, gördüm ki, Əlidən məhbubtər, Əlidən sevimli sənin qəlbinin dərinliyində etmiyor. Ona görə sənə xoş olsun deyə, mən burada da Əlinin səsi ilə səndən danışıram. Allah mənlə orada Əlinin səsi ilə danışdı. Buna da irad edilməsinlər, təəccüb gəlməsin heç kimə. Məşhur İslam mənbələrində Cəbrail əksərən Peyğəmbərimizin məhzərinə gəlirdi. Bir səhabə var idi, Dehiyyə Kəlbi adında qoca ki, onun simasında.
Bu ki məşhurdur. Niyə Dehliyə Kəlbi üçün deyəndə bunu qəbul edirsiniz, Əli Əleyhisselam üçün deyəndə narahatçılıqlar başlayır. Cəbrail boyda əmin mələk gəlirdi Dehliyə Kəlbinin simasına. İndi Allah da Əlinin səsi ilə danışır. Bilir ki, Peyğəmbərə xoş gələn səda budur, bu səslə danışır. Deyir, ondan sonra apardılar məni cənnətə. Cənnətin hansı qapısından girdim? Gördüm qapının üstündə yazılıb. La ilahe illallah, Muhammed Resulullah sallallahu aleyhi ve sellem. Aliyyən, əmir-i müminin Aliyyən vəliyullah. Cənnətin qapılarının üstündə yazılmışdır. Və Allah bu adı təyin elədi Əli üçün. Dedi, bu bir addır, bu bir ləqəbdir. Bundan qabaq da heç kimə verməmişəm və bundan sonra da heç kimə halal deyil. Əmir-ül müminin yeganə Əli ibn Əbi Talib. Heç İmam Həsən də deyil, İmam Hüseyin də deyil. Sair imamlar da deyil. Heç bir imamlar o ləqəbi özlərinə qəbul edirlər. Ancaq Əmir-ül müminin şanıdır. Buna Allah ancaq onun üçün təyin edir. Möminlərin əmiridir. Və bu günləri möminlərin əmirinin elan olunduğu bir gündür. Çox əzəmətli bir bayramdır. Bu münasibətlə bayramımızı təbrik edirəm. Allah bu günü bütün müsəlmanlara, İslam ümmətinə, xalqımıza xeyirli, bərəkətli qərar versin inşallah.